Dırnaq xəstəlikləri içərisində dırnaq lövhəsinin, beləcə də dırnaq ətrafı yumşaq toxumanın iltihabına gətirib çıxaran göbələk mənşəli xəstəliklər ön planda durur. Hər hansısa bir səbəbdən dərman qəbul etmək istəməyən və yaxud da göbələk əleyhinə dərmanların istifadəsinə əks göstəriş olan durumlar və yaxud da dediyimiz kimi dırnağın sadəcə hissəvə zədələnməyində lokal müalicə təyin olunacaqsa, bu zaman bizim üçün ən güclü silahlardan biri 1064 nanometr dalğa uzunluğu neodimum lazerdir. Təbii ki, burada müalicə kursu 1 və 2 həftəlik intervallarla minimum 4-8 seans təyin olunur. Çox ağrısızdır, rahat, komfortlu şəkildə ortadan qalxa bilir, proseduru xəstəlik keçirə bilir. Amma dırnaq qalınlığının önəmi çox vacibdir. Bildiyimiz kimi bu lazer 4 mm dərinliyə rahatlıqla keçərək göbələk sporlarına istilik enerjisi verməklə onları dağıtmağa nail olur. Çox qalın dırnaqlarda əgər lazer prosedurlarının effektivliyini artırmaq istəyiriksə, dırnaq təbəqəsinin nazikləşdirilməsi nəzərə alınmalıdır. Sadəcə düzgün, uyğun seanslar nəticəsində təyin ediləndə xəstədə təbii ki, ən qısa bir müddətdə istənilən nəticəni əldə etmək mümkündür.